Tamam. Bugünkü dərsimiz yerin günəş ətrafında hərəkəti mövzusu olacaq. Ümumiyyətlə yer iki cür hərəkət edir. Bir günəş ətrafında hərəkəti var, bir də öz oxu ətrafında hərəkəti var. Günəş ətrafında hərəkəti deyəndə bunu nəzərdə tuturuq. Öz oxu ətrafında hərəkət deyəndə öz oxu ətrafında fırlanması yerində. Biz bugünkü dərsimiz yerin günəş ətrafında hərəkəti olacaq. Yerin günəş ətrafında hərəkət elədiyi yol orbit xətti adlanır. Yəni bu yol orbit xətti adlanır. Yerin orbit xəttinin uzunluğu 940 milyon kilometrdir. Yer planeti bu yolu 29,8 km saniyə sürətlə hərəkət edir. Ne qədər vaxtda başa vurur? 365 gün 5 saat 48 dəqiqəyə. Və bu da 4 ildən bir toplanır, olur 366 gün. 366 gün olur. Normalda 365 günə hərəkət edir. Bu hərəkət elədiyi dövrdə 4 fərqli hadisə baş verir. Buna görə də tarixlərə ayırırıq. Birinci, 21 mart tarixi yaz gecə gündüz bərabərliyi günü adlanır. 22 iyun yay gündönümü, 23 sentyabr payız gecə gündüz bərabərliyi, 22 dekabr qış gündönümü. Birinci 21 mart tarixinə baxaq. 21 mart tarixində, keçək bu slayda, 21 mart tarixində nə baş verir? Deməli, yer kürəsi sanki günəşə perpendikulyar şəkildə dayanır və bunun nəticəsində günəşdən bərabər şəkildə işıq və istilik alır. Bu zaman üzü günəşə baxan tərəfdə yaz fəsli, əks tərəfdə isə payız fəsli baş verir. Əks tərəfdə isə payız fəsli baş verir. Günəş ekvator xətti üzərində zenitdə olur. Ekvator. Günəş harda dayanırsa, ora zenit vəziyyəti adlanır. Günəş də ancaq tropiklərin arasında zenitdə ola bilər. Yəni 23.5-dən 23.5-ə qədər olan ərazilərdə. Ondan kənarda, yuxarıda və aşağıda zenitdə ola bilmir. 21 mart tarixində Günəş ekvator boyu xəttində zenitdə olur və şimal və cənub yarımkürəsi bərabər şəkildə işıq və istilik alır. 21 martdan 22 iyuna doğru nə baş verir? Yaz fəsli olur. 21 martdan 22 iyuna doğru. 22 iyunda Günəş gəlir şimal tropik xətti üzərində zenitdə olur. Əvvəl burada idi. Buradan sonra yaz gecə gündüz bərabərliyi nəyə görə dedik ki, gecə ilə gündüzün uzunluğu bərabər olur. 12 saat gecə, 12 saat gündüz. Daha sonra 21 martdan sonra 22 iyuna doğru Günəş şimal yarımkürəsində meylənir və şimal tropikinə doğru hərəkət edir. Və bu zaman burada şimal yarımkürəsində yaz, cənub yarımkürəsində isə payız fəsli idi. 22 iyun tarixində isə yay gündönümü baş verir. 22 iyun yay gündönümü. Şimal yarımkürəsində yay olur. Şimal yarımkürəsində yay, cənub yarımkürəsində isə qış fəsli başlayır. Burada şimal yarımkürəsində yaz, cənub yarımkürəsində payız idi. Demək, 22 iyunda Günəş şimal tropik xətti və yaxud da xərçəng tropiki deyirik. Bunun üzərində zenit olur. Şimal yarımkürəsi daha çox işıq və istilik alır və buna görə burada yay gün dönümüdür. Cənub yarımkürəsində isə qış fəslinin başlanması deməkdir. 22 iyun günü 66,5 dərəcə qütb dairəsində, yəni Günəşin zenitdə olduğu yarımkürədə 66,5 şimal enliyində bir günlük qütb gündüzləri olur. Yəni Günəş bütün gün 24 saat boyunca qütb üzərində görünür. 66,5-dən 90 dərəcə arasında isə qütb gündüzləri hadisəsi baş verir. Yəni 6 ay orada Günəş batmır, qütb gündüzləri. Amma Günəşdən az istilik aldığına görə sadəcə işığı düşür. İstiliyi azaldığına görə Günəş ora kiçik bucaq altına düşür. Ona görə ora soyuq və şaxtalı ərazilər hesab olunur. Daimi qar və buzlaqların olduğu yerlər hesab olunur. 22 iyunda Günəş şimal tropikində zenitdə oldu və şimal qütb dairəsindən şimala doğru, qütbə doğru qütb gündüzləri baş verdi. Əks yarımkürədə isə 66,5 enlikdə, cənub enliyində qütb bir günlük 24 saat qütb gecəsi olur. 66,5-dən 90 dərəcə enliyə doğru isə qütb gecələri prosesi baş verir. Yəni 6 ay Günəş üfüqdə görünmür. Daha sonra gəldik 23 sentyabra. 23 sentyabr tarixin biz dedik payız gecə gündüz bərabərliyi. Gecə gündüz bərabərliyi ona görə deyirik ki, gecə ilə gündüzün uzunluğu yenidən bərabər olur. Günəş yenə ekvator xətti üzərində zenitdədir. Hər iki yarımkürə eyni dərəcədə işıq və istilik alır. Bu zaman şimal yarımkürəsində payız, yəni 23 sentyabrdan sonra şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə yaz fəslinin başlanğıcı olur. 22 dekabra kimi. Günəş buradan cənub tropikinə gələnə kimi cənub yarımkürəsində yaz fəsli olur. 22 bu zaman nə olur? Demək, cənub yarımkürəsi daha çox dediyi işıq alır. Yəni tropik xəttinə gəldiyi boyunca. Amma 23 sentyabr günü hər iki yarımkürə eyni dərəcədə işıq istiliyi alırdı.
22 dekabr tarixində Günəş cənub tropik xətt üzərində zenitdə olur. Bu zaman bu 22 dekabra uyğun gəlir və bu zaman yay gündönümü günü adlandırırıq. Yəni cənub yarımkürəsində yay fəsli başlayır, şimal yarımkürəsində isə qış fəsli başlayır. Günəş cənub tropik üzərində zenitdə olduğuna görə, cənub yarımkürəsində olduğuna görə 66,5 dərəcə cənub enliyindən 90 dərəcə enliyə qədər olan hissədə qütb gündüzləri prosesi baş verir. Gündüzlər. Günəş hansı yarımkürədəsə, o yarımkürədə qütb gündüzləri olur. Qütb gündüzləri baş verir. Əks yarımkürədə isə 66,5-dən 90-a qədər olan hissədə qütb gecələri hadisəsi baş verəcək. Yəni üfüqdə 6 ay günəş görünməyəcək. Qütb gecələri hadisəsi baş verəcək. Tutalım deyir ki, indi biz bildik ki, tropiklərin arasında zenitdə olur. Tutalım deyir ki, indi Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Burada 10 dərəcə şimal enliyində. Bura günəşin şəklini çəkdim. Deyir onda qütb gündüzləri hardan baş verər? Qütb gündüzləri dedik ki, günəşin olduğu yarımkürədə olur. Günəş şimal yarımkürəsindədirsə, demək qütb gündüzləri də şimalda olacaq. Amma hansı enlikdə baş verəcək? 90-dan çıxırıq onu. Qütb gündüzləri başlayır 80 dərəcə şimal enliyindən 90 dərəcəyə doğru. Bu aralıqda artıq 66,5-dən başlamayacaq. Günəşin zenitdə olduğu yerə görə dəyişir qütb gündüzün, qütb gecəsinin yeri. Və yaxud da deyir qütb gecəsi hardan baş verər? 90-dan çıxdıq onu elədi 80. Deməli 80 dərəcə enlikdə, 80 dərəcə cənub enliyindən aşağıda qütb gecələri baş verər. Tutalım deyir ki, Günəş 20 dərəcə şimal enliyində, cənub enliyində zenitdədir. 20 dərəcə cənub enliyində. Qütb gündüzləri harda olar? Qütb gündüzləri dedik ki, günəşin olduğu yarımkürədə, yəni burada neçə dərəcə enlikdən başlayacaq? 90-dan çıxarıq 20-ni, 70 dərəcə enlikdən 90 dərəcə enliyə doğru qütb gündüzləri baş verər. Və əksinə 70 dərəcə enlikdən qütbə doğru qütb gecələri hadisəsi baş verər. Qütb gündüzlərini, qütb gecələrini bu şəkildə tapa bilərik. Deməli, günəşin günəş ətrafında hərəkətin nəticəsində 4 fəslimiz yarandı. 21 martdan 23 sentyabr gecə-gündüz bərabərliyi adlandı. Çünki 12 saat gecə, 12 saat gündüz oldu. 21 martdan 22 iyuna doğru şimal yarımkürəsi daha çox işıq aldığına görə gündüzün uzunluğu şimal yarımkürəsində daha çoxdur. Gündüzün uzunluğu çox, gecənin uzunluğu isə azdır. Nəyə görə? Şimal yarımkürəsinə doğru hərəkət edir. Günəş bu tərəfdə hərəkət edir. Onun ki, gündüzün uzunluğu çox olur. Gecənin uzunluğu isə az olur. Gecə az. Burada bərabər oldu gecə ilə gündüzün uzunluğu. Bir də qış gündönümünə baxaq. Qış gündönümündə də Günəş cənub yarımkürəsində zenitdə olduğuna görə cənub yarımkürəsində gündüzün uzunluğu çox, cənub yarımkürəsində gündüzün uzunluğu çox, gecənin uzunluğu isə az olar. Gecə isə az olar. Əks yarımkürədə isə fərqli olur. Şimal yarımkürəsində gecənin uzunluğu çox olacaq, çünki Günəşdən uzaqda. Gecənin uzunluğu çox, gündüzün uzunluğu az. Günəş hansı yarımkürədədirsə, orada gündüzün uzunluğu çox olar. Eyniliklə bu hissədə də belədir. Ekvatordan yuxarıda dedik, gündüzün uzunluğu çox, gecənin uzunluğu az. Cənub yarımkürəsində isə gündüzün uzunluğu az, gecənin uzunluğu çox olar. Çünki artıq cənub yarımkürəsində qış fəslidir. Səbəb buradan irəli gəlir. Daha sonra keçək növbəti slayda. Burada 22 iyun günü və 3 dekabr günü şimal yarımkürəsində gündüzün və gecənin uzunluğu verib. Şimal yarımkürəsində dedik ki, gündüzün uzunluğu çox olar, düzdürmü? Ekvator xəttində 12 saat gecə, 12 saat gündüzdür, onu verib. Baxsaz 2 versəz, şimal yarımkürəsində 22 iyun günü dedik burada yay fəslidir. Yay fəslidirsə gündüzün uzunluğu çox olar. Görürsünüz, həqiqətən 24 saat, 18 saat, 16 saat gündüzün uzunluğu çoxdur. Əks yarımkürədə isə gündüzün uzunluğu azdır. 10 saat, 9 saat, 7 saat. Gündüzün uzunluğu az, gecənin uzunluğu isə çox olar. Eynilə 3 dekabr günü üçün verib. Yəni dekabr günündə biz də dedik ekvator xətti ümumiyyətlə 12 saat gecə, 12 saat gündüz olur. Ekvatordan aşağıda yay fəslidir. Yəni cənub yarımkürəsində günəş zenitdədir. Bu zaman olacaq cənub yarımkürəsində gündüzün uzunluğu çox, gecənin uzunluğu isə az, əksinə olar. Tamam, 14 saat gündüzdürsə, deməli 10 saat gecə olar da, gecənin uzunluğu az olar. Şimal yarımkürəsində isə gündüzün uzunluğu azdır. Tam 10 saat gündüzdür. Onda 14 saat gecə olacaq. Gecənin uzunluğu isə çox. Bu da həmin dediyim cümlələrin isbatını vermək üçün qoyulan təsvir idi. Daha sonra gəldiyi işıqlanma qurşaqlarına. Günəşin şimal yarımkürəsində hərəkəti nəticəsində yerin günəş ətrafında hərəkəti nəticəsində istiliyi də müxtəlif olduğu kimi işıqlanması da müxtəlif olur. Bunun nəticəsində yer kürəsində işıqlanma qurşaqları yaranır. Ümumilikdə 7 işıqlanma qurşağımız var. Bir tropik işıqlanma qurşağı və yaxud da buna isti işıqlanma qurşağı da deyirik. 2 mülayim işıqlanma qurşağı, bir yuxarıda, bir aşağıda və 7 dedim, üzr istəyirəm, 5
5 işıqlanma qurşağına ayrılır, 7 istilik qurşağına ayrılır. Deməli, bir tropik işıqlanma qurşağı, 2 mülayim və 2 qütb işıqlanma qurşaqlarına ayrılır. Tropik işıqlanma qurşağı Tropik işıqlanma qurşağı tropiklərin arasında olan 23,5-lərin arasında olan ərazilərə əhatə edir. Tropik işıqlanma qurşağında yerləşən materiklər sualı verilsə, onlar Cənubi Amerika tropik işıqlanma qurşağına düşür. Cənubi Amerika materiki, Afrika, Afrika materiki və Avrasiya ilə Avstraliya. 4 materik tropik işıqlanma qurşağı ilə kəsişir. Avstraliya. Daha sonra mülayim işıqlanma qurşağı 23,5 ilə 66,5-in arasında əhatə edir mülayim işıqlanma qurşaqları. Mülayim işıqlanma qurşağında yerləşən materiklər Avrasiya, Şimali Amerika, Avrasiya, Şimali Amerika, Avstraliya və Afrika. Afrika. Demək, Avrasiya materiki, Şimali Amerika materiki, Cənubi Amerika və Afrika, Avstraliya. Hansısa yazmadıq desən. Cənubi Amerikanı yazmamışıq, Şimali Amerikanı yazmışıq, Cənubi Amerikanı yazmamışıq. Bu 5 materik mülayim işıqlanma qurşağı ilə kəsişir. Qütb işıqlanma qurşağı 90 dərəcə ilə 66,5-in arasında əhatə edilir. Qütb işıqlanma qurşağında yerləşir Şimali Amerika, Şimali Amerika, Avrasiya və Antarktida materikləri. Şimali Amerika, Avrasiya və Antarktida materikləri. İndi sizdən soruşa bilərlər ki, sualda iki işıqlanma qurşağında yerləşən materiklər hansılardır? Baxa görə iki işıqlanma qurşaqlarında hansılar yerləşdi? Deməli, Afrika materiki həm yerləşdi mülayim işıqlanma qurşağında, həm yerləşdi tropik işıqlanma qurşağında. Cənubi Amerika materiki həm yerləşdi mülayim işıqlanma qurşağında, həm də yerləşdiyi tropik işıqlanma qurşağında. Deməli, Cənubi Amerikada, Afrikada və buradan Avstraliya materiki. Həm yerləşdi tropik işıqlanma qurşağında, həm də yerləşdi mülayim işıqlanma qurşağında. Bu üç materik iki işıqlanma qurşağında yerləşir. Tropik və mülayim işıqlanma qurşağı. Sonra sizdən soruşa bilərlər ki, üç işıqlanma qurşağında yerləşənlər hansılardır? Baxırıq. Avrasiya materiki həm mülayim işıqlanma qurşağında yerləşir, həm tropik işıqlanma qurşağında yerləşir, həm də qütb işıqlanma qurşağında yerləşir. Şimali Amerika materiki də iki işıqlanma qurşağında yerləşir. Şimali Amerika materiki. Daha doğrusu üç işıqlanma qurşağında yerləşir. Deməli, mülayim işıqlanma qurşağında yerləşir. Qütb işıqlanma qurşağında yerləşir və tropik işıqlanma qurşağında. Burada niyə adını qeyd eləməmişəm? Şimali Amerika materiki həmçinin tropik işıqlanma qurşağında yerləşir. Yəni, 3 işıqlanma qurşağında yerləşən materiklərimizə siyahısına aiddir. Şimali Amerika. Şimali Amerika, Avrasiya 3 işıqlanma qurşağı, Afrika, Avstraliya, Cənubi Amerika 2 işıqlanma qurşağı, Antarktida isə 1 işıqlanma qurşağında yerləşir, qütb işıqlanma qurşağında. Bu şəkildə suallar verilə bilər sizə. Daha sonra keçdik kölgə hissəsinə. Yadımızda saxlayırıq, günəş hansı yarım kürədə zeytdəsə, yəni günəşə nə qədər yaxındırsa, kölgə bir o qədər qısadır. Cismin kölgəsi bir o qədər qısadır. Günəşin düşmə bucağı ilə, bura H yazıram, günəşin düşmə bucağı, burada 2 yazıram, kölgə. Tərs mütənasibdir. Günəşin düşmə bucağı kiçik olduqca kölgə çoxalır, günəşin düşmə bucağı böyük olduqca kölgə qısalır. Tutalım, 21 mart günü, burada rəqi dəyişim, deməli, tutalım, 21 mart günü günəş burada zenitdədir, ekvator xəttində. Bu zaman günəş əgər burada zenitdədirsə, cismin kölgəsi olmaz. Görürsünüz, sıfırdır. Göstərilməyib cismin kölgəsi qırıq-qırıq xəttlərindən. Çünki cismin kölgəsi olmur. Günəş onun üzərində zenitdədir. Tutalım 21 martda və yaxud da 22 iyunda günəş tropik xəttində və yaxud da ekvator xəttində zenitdə olur. Tropik xəttindən şimalda yerləşən cisimlərin kölgəsi il boyu şimala doğru olur. Ya şimal-şərqə, ya şimal-qərbə, ya da şimala doğru olacaq. Misal üçün, günəş bilir ki, şərqdə çıxır, qərbdə batır. Səhər-səhər günəş burada çıxdı, şərqdə. Cisim də burada dayanıb. Şərqdə çıxıbsa, cismin kölgəsi düşəcək şimal-qərbə doğru, günəşin əksinə. Günəş bu tərəfdən vurur, cismin kölgəsi əksinə düşəcək, şimal-qərbə. Günəş cənub-şərqdədir, cisim də onun əksinə, kölgə də olaraq şimal-qərbdə. Tutalım, günəş axşam vaxtıdır, qərbdə batır.
Qərbdədir. Onda cismin kölgəsi günəş cənub-qərbdədirsə, cənub-qərbdə. Bura cənub-qərb yazılır. Onda cismin kölgəsi düşəcək şimal-şərqə, əksinə. Günorta vaxtı günəş cismin üzərində dayanır. Yəni cismi paralel dayanır. Bu zaman günəş əgər burada dayanırsa, cismin kölgəsi də qabağına doğru düşəcək, şimala doğru düşəcək. Ona görə deyirik ki, şimal tropikindən şimalda olan bütün məntəqələrdə cismin kölgəsi il ərzində şimala doğru olur. Ya şimala, ya şimal-şərqə, ya da şimal-qərbə. Cənub yarımkürəsində də eynilə belədir. Bura cənub tropik xəttidir, tutalım. Cisim də burada verilib. Cisim də budur. Günəş şərqdə çıxdı, şimal-şərqdə çıxır. Deməli, cismin kölgəsi düşəcək cənub-qərbə doğru. Günəş qərbdə batır. Günəş şimal-qərbdədirsə, cismin kölgəsi onun əksinə olaraq cənub-şərqdə olacaq. Günəş mərkəzdə dayanır. Saat 12:10 oldu. Mərkəzdə dayanır. Onun da cismin kölgəsi şimala doğru, cənuba doğru düşəcək. Yəni qabağına. Bu şəkildə. İl boyu cənuba doğru olacaq kölgə. Əgər cisim tropik xəttinin üzərində yerləşərsə, tutalım cisim 23.5 tropik xəttinin üzərindədir. Burada bir cismimiz var. Günəş şərqdə çıxır. Bu tərəfdə çıxdı. Onda cismin kölgəsi üzü qərbə doğru olacaq. Əksinə. Tutalım günəş qərbdə batdı. Bu zaman cismin kölgəsi olacaq şərqə doğru. Üzü bu tərəfə görünəcək. Günəş mərkəzdə dayanır. Yəni 23.5 tropikin üzərində zenitdədir. Elə gün ortadır saat 12:10. Mərkəzdə dayanır. Bu zaman cismin kölgəsi olmayacaq, sıfıra bərabər olacaq. Nəyə görə? Günəş 90 dərəcə bucaq altında artıq bu cismin üzərinə düşür. Amma 23.5-dən yuxarıda olan məntəqədə günəş 90 dərəcə bucaq altında düşmür. Axı günəş burada 90 dərəcə, dayandığı eynikdə 90 dərəcə düşür. Ora fərqli bucaqla düşür. Ona görə orada cismin kölgəsi sıfır olmur. Yəni əksinə, şimala doğru düşür. Və yaxud cənub yarımkürəsində cənuba doğru düşür. Bunun səbəbi buradan irəli gəlir. Burada da həmin təsviri göstərir, belə bir qrafik göstərir. 21 mart günü tam cisim ekvator xəttinin üzərində zenitdədir. 0 dərəcəlik enlikdə. 21 mart günü günəşin kölgəsi sıfırdır, cismin kölgəsi sıfırdır. 23 sentyabr günü cismin kölgəsi sıfırdır. Hardan bilik? Günəş burada zenitdə olanda cismin kölgəsi sıfırdırsa, deməli ekvator xətti üzərində zenitdədir. 22 iyunda da maksimuma çatır, 22 dekabrda da maksimuma çatır. Çünki günəş eyni məsafədə uzanır, uzaqdadır ekvator xəttindən. Bundan əsasən təyin edilir ki, günəş ekvator xətti üzərində zenitdədir. Bu şəkildə cismin kölgəsi haqqında da bu qədər. Bugünkü dərsimizdə bundan ibarət idi.